Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri xoş gördük və sizlər üçün Kaspi kurslarının 10-cu sinif üçün keçirdiyi blok sınağının tarix fənninə aid olan sualların izahatı ilə tanış edək. Sualların izahatına başlayaq. 61-ci sualda qeyd edilir ki, Orxan Qazinin fəaliyyəti dövrünə aiddir. Sultan titulunu qəbul etməsi, bu təbii ki, Sultan Murada aiddir. Bolqarıstan və Serbiyanın Osmanlıdan asılılığını qəbul etməsi də Sultan Murada aiddir. Dövlətin ərazisini paşalıq və sancaqları bölməsi uyğundur. Qayaların mərkəzinin Söyüddən Bursaya köçürülməsi, bəli, bu da doğrudur. 1329-cu ildə Gelibolu qalasının fəth edilməsi 1354-cü ildə Üçüdə aiddir. Deməli 3, 4, 5 doğru cavabımız Y variantı olar. 62-ci sualda 17-ci yüzilliyin birinci yarısında İngiltərenin idarə olmasına kral və parlament arasında ziddiyyətlərin nəticəsi, təbii ki, bunlar 1642-46-cı illərə gedən vətəndaş müharibəsinə gətirib çıxartdı. Bu da sualımızın doğru cavabı Y variantında göstərilib. 63-cü sualda Mannanın 7-ci əsrin ikinci yarısı tarixinə aiddir. Asiya torpaqlarına hücumlar edilməsi 7-ci əsrin birinci yarısında Aşerin dövrünə aiddir. Sirdaqqa 714-8-ci əsrə aiddir. Ullusunun 716-da hakimiyyətə gəlib 8-ci əsrdə. Asuriya, Midiya və Babilə qarşı mübarizədə köməkli edilməsi, bəli, bu deməli Ullusundan sonra yenidən ittifaq bərpa olunandan sonra idi. D variantı uyğundur. Növbəti 64-cü suala baxaq. Romanın iç qanunlar toplusu 12 lövhə qanunlarının qəbul etdiyi əsrə aiddir. Bu eradan əvvəl 5-ci əsrə aid olduğuna görə baxırıq. Patrisi və plebeylər arasında mübarizənin başa çatması 3-cü əsrə aiddir. Eradan əvvəl 3-cü. Vandalların Romanı talan etməsi bizim eranın 5-ci əsrinə aiddir. 455. Ona görə götürmürük. Qərbi Roma imperiyasının imperatorun taxtdan salınması 476, bu da uyğun gəlməz. Periklin hakimiyyət dövrü 443-də hakimiyyətə gəldiyinə görə 5-ci əsrə aiddir. Eradan əvvəl 5-ci əsr. Ona görə də D uyğundur. 65-ci sualda Eyler-Venn diaqramı məsələsinin uyğunluğunu müəyyən edin. Monqol yürüşləri nəticəsində meydana gəlmişdi. Monqol yürüşləri nəticəsində meydana gələn Hülakilərdir. Qızıl Ordu xanlarının yürüşlərinə məruz qalması yenə Hülakilərə aiddir. Asunqurlar dövlətinin süquta uğralması Xarəzmşah Cəlaləddinə aiddir. Mərkəzi hakimiyyətə tabe olmayan feodallara qarşı mübarizə ortaq cəhətdir. İraq Səlcuq sultanlığının məğlub edilməsi məsələn 1190-cı ildə Alparslan dövründə olur, Qızıl Arslan dövründə Y bəndi gedəcək 1-ə. Deməli 1-də Y, 2-də AB, 3-də D, doğru cavabımız A variantı. 66-cı sualda hadisə və nəticə əlaqələrin uyğunluğunu müəyyən edin. Cərmidan döyüşünün baş verməsi, ərəblərin şimali Albaniya yolunun açılması düzdür. 819-cu ildə xilafətin Xürrəmlər üzərində böyük ordu göndərməsi, üsyançıların ərəb ordusu tərəfindən məğlub edilməsi. Xeyr, burada qalib gəliblər. 8-ci əsrin əvvəllərində ərəblərin Qafqazda öz hakimiyyətini bərqərar etməsi, Albaniyanın Arran adlı vilayətə çevrilməsi düzdür. 8-ci əsrin 30-cu illərində Safalan dağı yaxınlığında döyüş baş verməsi, Xürrəmlərin parlaq qələbə qazanması. 8-ci əsrin 30-cu illərində baş verən Safalan döyüşü ərəblərlə Xəzərlər arasında olduğuna görə bunun Xürrəmlərə aidliyi yoxdur. Ona görə də 4 də yanlışdır. 1, 3 doğru cavabımız B variantı olar 66-da. Və 67-ci suala baxaq. Erkən orta əsrlərdə Alban memarlıq abidələrinə aid deyil. Çarabkert var, Gövür qala, Əlincə qalası 9-11-ci əsrə aid olduğuna görə bu erkən orta əsrlər deyil. Burada C bəndidir. 68-ci sualda ştrixlənmiş ərazinin tarix üçün xarakteri idi. Təbii ki, bu əraziyə baxanda bu Şirvanşahlar dövlətinin ərazisi idi. 1030-cu ildə Rusların hücumuna məruz qalıb, bir düzdür. Səlcuqlar tərəfindən tutulması Azərbaycan işğalı başa çatdırıldı 1066-cı ildə, doğrudur. Gürcü çarı 3-cü Görgə köməklik göstərməsi də doğrudur. 1-ci Axistan dövründə 1173-cü ildə olub. Deməli 1, 2, 3 Y variantında göstərilib. Eldənizər dövlətinin paytaxtı şimalda Naxçıvan, deməli Təbriz Həmədanoğlu'na uyğun deyil. Qızıl Arslanın iqamətgahı Təbriz şəhərində yerləşdiyinə görə uyğun deyil. 69-cu sualda 1-ci Xaçlı yürüşlərinə aiddir. Təbəriyə Gölü yaxınında məğlub olması 3-cü səlib yürüşünün başlanğıcına gətirib çıxartdı. Venesiyanın təkidi ilə Konstantinopola hücum edildi. 4-cü səlib yürüşünə aiddir. Yürüşün 3-cü Innokenti tərəfindən idarə edilməsi, təbii ki, bu da 4-cü Xaç yürüşünə aiddir. Qüdsdəki Yəhudi əhaliyə qarşı qətliam törədilməsi D uyğun cavab olur.
70-ci sualda Qara Osman və Uzun Həsən üçün ümumi cəhət deyil. Osmanlı ilə mübarizə aparması, hər ikisi mübarizə aparıb. Əmir Teymurla yaxınlaşma Qara Osmana aid olduğuna görə B uyğundur. Hər ikisi Ağqoyunu birliyi idarə ediblər. Bayandur nəslindən aid olublar. Deməli C oxşardır. Qaraqoyunlarla mübarizə aparıblar. B uyğun cavabdır. 70-ci sualda. 71-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Burada qeyd edilir ki, Ərdəbilə qoşun yeridib Səfəvi müridlərinə divan tutdu. Bu təbii ki, Yaqub Padşaha idi. Burada da baxırıq 2 rəqəm üzərində. Sonra Gödə Əhməd Naxçıvan döyüşündə Rüstəm Padşahı məğlub etdi. Bu da doğrudur. Burada 2 dənə göstərildiyinə görə elə 2-4 A variantında göstərilib. Digərləri isə yanlışdır. Məsələn, Gödə Əhməd Ərdəbilə qoşun yeridib Səfəvilər divan tutmur. Bu yanlışdır və yaxud Şəməsi döyüşündə məğlub olan Rüstəm Padşah olub. O da yanlışdır. 73-cü sualda qeyd edilir ki, hadisələrin hansıların yerini dəyişdi, düzgün xronoloji ardıqlayanlar. Səfəvilərin bütün Azərbaycan torpaqlarının vahid dövlətə birləşməsi 1551. 1-ci Süleymanın Azərbaycan torpaqlarının yürüşlərin başlaması 1534. Buğur qalası yaxınlığında saxlanılan Şirvanşah xəzinəsinin Səfəvilərin ələ keçməsi 1538. Portuqalların Hörmüzdə möhkəmlənməsi 1510-cu ilə aid olduğuna görə 1 ilə 4-ün yerində isə düzgün xronoloji ardıqlayanlar. Burada B uyğun cavabdır. 73-cü sualda Səfəvilər dövlətinin 16-cı əsrin 70-ci illəri, 16-cı əsrin 80-ci illəri üçün ümumi cəhətdir. Osmanlı ilə müqavilə imzalanması. Xeyr, Osmanlı ilə 80-ci illərdə müqavilə imzalanmayıb. Yeni hökmdarların hakimiyyətə gəlməsi B uyğundur. Çünki 1578-də Xudavəndə və 80-ci illərdə 1-ci Abbas hakimiyyətə gəldiyi üçün B uyğun cavab olur 73-cü sualda və növbəti 74-cü suala baxaq. Uyğunluğu müəyyən edin. 16-cı əsr və 17-ci əsr Azərbaycan mədəniyyəti. Əlincə çay üzərinə körpü 16-cı əsrə aiddir. Kələxana kəndinin məqbərə 17-ci əsr 1663. Şeyx Səfi üçün Toxumuş xalçı 1539 16-cı əsrə aiddir. Şeyx Cüneyd 1544 olduğuna görə 16-cı əsrə aiddir. Nardıran kəndi məscid 1663 17-ci əsrə aiddir. Bakının şərq darvazaları 16-cı əsrə aid olduğuna götürülmür. Deməli bir də AC, 2-də B uyğun cavabımız D variantında göstərilib. 75-ci sualda İstanbul müqaviləsi, yəni bu təbii ki 1724-cü ilə aiddir. Şah II Səlim Hasibin müqavilə şərtlərinin tanınmaması bu uyğun deyil. Şirvanda Hacı Davudun başçılığı yarı müstəqil xanlıq elan olundu. B uyğundur. 76-cı sualda Deyli Sultanlığın 14-cü əsrin 80-ci illəri tarixi üçün uyğundur. Məmlüklər sülaləsinin hakimiyyətə gəlməsi 1206 A deyil. El tutmuşun Abbasi xəlifəsi tərəfindən Nisan Sultan kimi tanınması. Bu da 13-cü əsrə aiddir. Daxili çəkişmələrin başlanması və Hindli əhalinin qiyamları təbii ki C uyğundur. Əmir Teymurun yürüşü 90-cı illərə aiddir, 14-cü əsrin 90-cı illərinə. Qiyasəddin Balaban isə deməli Əlaəddin Xələcdən sonra deməli 13-cü əsrdə hakimiyyətdə olub. Ona görə də Y-də yanlışdır. Deməli D uyğun cavab, C uyğun cavab olur 76-cı sualda. 77-ci suala baxırıq. Hadisənin müasir xəritə rəqəmlərlə göstərmiş dövlətləri uyğunlaşdırın. 10-cu əsrdə Kapetinglər sülaləsi hakimiyyətə gəlmişdi Fransada. Ərazisini özünə idarə hüququ alan müstəqil şəhər dövləti bu İtaliyadır. Səlcuq hücumlarından qarşısını almaq üçün Roma papasına müraciət etmişdi. Bunların heç birinə uyğun deyil. 1-ci Otto tərəfindən idarə olunan müqəddəs Roma. Bu da Almaniya aiddir. B uyğundur. Bir də A, 2-də B. Doğru cavabımız A variantında göstərilib. 78-ci sualda Sultan Toğruldan fərqli olaraq Alparslan Bağdadı ələ keçirib. Sultan Toğrul ələ keçirib. Paytaxt köçürməyib. Sultan Toğrulun dövründə, bir də Məlikşahın dövründə olub. Bizansla müqavilə imzalayıb. Bəli, 1071-ci ildə müqavilə imzalayıb. 11-ci əsrin ikinci yarısında hakimiyyəti olub. Elə Toğrul da oxşar cəhətdir. Cənubi Qafqazda hər ikisi yürüş edib. 79-cu sualda 100 illik müharibə dövrünə uyğun gəlmir. 4-cü Gözəl Filippin Roma papası arasında mübarizə Başlatların yaranmasından gətirib çıxardır. Təbii ki, bu 100 illik müharibəsi 1337-1453-cü ilə aid olduğuna görə elə A variantı yanlışdır. 80-ci sualda 1370-ci ilə Teymur qurultay çağıraraq əmir titulunu qəbul elədi. Lakin dövlətin əsasını qoydu, amma özünü xan elan etmədi. Teymurun özünü xan elan edə bilməməsinin səbəbi Türk müsəlman dünyasının ciddi rəqib tanımadığına görə A yanlışdır.
Sərbədarilərdən çəkindiyi üçün B də yanlışdır. Çünki sərbədarilər üsyan yatırmışdı. Çağatay xanı ilə münasibətlərin korlanmaması üçün yanlışdır. Toxtamış xanın da eyni titulu qəbul etməməsi bu da yanlışdır. Çingiz xanın soyundan olmadığı üçün. Y uyğun cavabdır daha doğrusu. 80-ci sualda və 81-ci suala baxırıq. Səbəb nəticə əlaqələrin uyğunluğunu müəyyən edin. Toxtamışın Teymurun asılı olan ölkələrə qaraçı yük təşkil etməsi, Uqra görüşünün Qızıl Ordunun məğlub olması. Xeyr, Uqra görüşü Əhməd 1486-cı ildə, onda Teymur heç hakimiyyətdə deyildi. Çingiz xanın özündən sonra baş verən çəkişmələrin qarşılanmaq üçün böyük qurultayı seçməli idi. Digər ulusların xanlarından böyük xana tabi olmalı idi. 2 düzdür. Batı xanın Macarıstan və Çexiyaya daxil olması, Batı xanın yürüşlərini dayandıraraq geri dönməsi düzdür. Müəyyən səbəblərdən geri dönməli olur. Qızıl Ordu dövlətinin zəiflənməsi Kalka döyüşünə Rus Qıpçaq qoşunları məğlub edilməsi. Kalka döyüşü 1223-cü ilə aid olduğuna görə Qızıl Ordu dövlətinin mövcudluğu dövrünə uyğun gəlmir. Çünki 13-cü əsrin 40-cı illərinə yaranıb. Monqol imperiyasının paytaxtının Pekinə köçürülməsi, ulusların böyük xanla əlaqələrinin zəifləməsi yanlışdır. Deməli, ilə 2-3 doğru cavabımız D variantında uyğundur. 82-ci sualda verilən xüsusiyyətlərin aid olduğu dövləti müəyyən edin. Avropada siyasi sərhədləri müəyyənləşdirən ilk milli dövlət hesab olunurdu. Ərəb tacirləri nəzarətdə olan ədəbiyyat və ticarətin ələ keçirmək üçün mübarizə apardı. 16-cı əsr əvvəllərində buna nail oldu. Bu Portuqaliya ərazisidir. Burada 2 rəqəm göstərildiyi ərazidə. Burada da B uyğun cavab olur. 83-cü suala baxaq. Reformasiya dövründə Katolik kilsəsi tərəfindən həyata keçirilən tədbirlər İsa Cəmiyyəti təşkilatı yaradılıb. 1 var idi. Alman dilində qəzet və kitabların nəşrinin genişləndirilməsi yanlışdır. Papa məhkəmələri yaradılıb, düzdür. 95 tezisi Martin Lutherə aiddir. Neolit dövrünə aid yaşayış məskənləri müəyyən edin. Tovuz rayonu Göytəpə 1 var. Acəbəddə Kamiltəpə uyğundur. Deməli elə 1-2 uyğundur. Üzərliktəpə Orta Tunc dövrünə aiddir. Xaçmaz Sərkərtəpə Erkən Tunca aid olduğuna görə götürmürük. 85-ci sualda Altay dağlarının ətəklərində məskunlaşan Aşina nəsli Avar dövlətinə tabe olub, dəmirçiliklə məşğul olurdu. Bu nəslin başçısı bunun Avarlara qarşı üsyan qaldıraraq paytaxtda ötkən olan dövlət qurdu. Təbii ki, bu birinci Göytürk idi. Birinci Göytürk. Deməli, mətndə bəhs olan dövləti Ərəb xilafəti üçün ortaq cəhətdir. Çinin məğlub edilməsi, bəli, Muğan xalqanın Çinin məğlub edilməsi, asılı salınması, Sasanilərlə də mübarizə aparıb. Elə 1 ilə 2 uyğundur. Pirneyi yarımadasını tabi etməyib, 5-ci əsrin 80-ci illərində parçalanmayıb. Ərəb xilafətinin ortaq cəhəti deyir. Bu 6-cı əsrin 80-ci illərində parçalanan isə Göytürk idi. Pirneyi yarımadasını ələ keçirən isə ərəblər olub. Deməli, bunlar ortaq cəhət deyil. Burada 1-2 ortaqdır. 86-cı sualda Cəlalilər və Qaraqoyunlular arasında münasibətləri kəskinləşdirən səbəblər. Qara Yusifin əhali arasında nüfuzun artması 1 var idi. Qaraqoyunlu dövlətinin əsasının qoyulması ondan sonraki Cəlalilərin süqutu nəticəsində olub. Əsəd qəsəbəsi yaxınlığında döyüşdə Qara Yusifin qələbəsi, xeyr, bu nəticəsi idi. Qara Yusifin Həmədan yaylaqlarının, Sultan Əhmədin Həmədan yaylaqlarının ona verilməsinin tələbinin Yusif tərəfindən rədd edilməsi də uyğundur. 1-4 uyğundur. 87-ci sualda Şeyx Üveys, Məhəmməd Olcaytu, Elxan Əbi Səid arasında ortaq cəhəti yazaq. 1-2, 3 yazıb uyğunlaşdıraq. Bahadır ləqəbini almışdı Əbu Səid. A3-ə gedəcək. Hülaki dövlətinin mərkəzi hakimiyyəti daha da qüvvətləndirmişdi. Qacan xana aiddir. Bir də Məhəmməd Olcaytunu da götürmək olar. B bəndi 2-yə gedəcək. Göydən cənubdakı torpaqların 1359-cu ildə öz hakimiyyətini tabi eləmiş Şeyx Üveysə aiddir. Deməli, C1-ə getdi. Teymurun yürüşlərinə qarşı mübarizə aparmışdır. Teymurun yürüşlərinə qarşı bunların heç biri aid deyil. Deməli, 1-də C, 2-də B, 3-də A doğru cavab olar. 1-də C, 2-də A, 3-də B doğru cavab olar.